Salam əziz izləyicilər, dinləyicilər. Bugün yenə ədəbiyyat dərsi ilə davam edirik. Qeyd edeyim ki, kanalımızda Azərbaycan dili ilə bağlı da bir mövzu bugün paylaşmışıq. Eyni zamanda da bir ədəbiyyat mövzusu paylaşmaq istəyirəm sizlərlə. 8-ci sinifdən 3 mövzu, 7-ci sinifdən bir mövzu izahı vermişik. Bugün isə 6-cı sinifə müraciət eləmək istədim, 6-cı sinif ədəbiyyat mövzusuna. Biz bildiyiniz kimi 8-ci sinifdən Qafqaz müsəlmanlarına xitab əsərinin təhlilini yerləşdirmişik kanalımıza. Orada biz elmsizliyi, belə deyək, tənqid atəşini tuturuq həmin əsər vasitəsilə. Elmli olmağı təbii üstün tuturuq. Eyni səpkidə olan daha bir əsər sizinlə bölüşmək istəyirəm. Bu da Qutadqubili, Yusif Balasabunlunun Qutadqubili əsəridir ki, Qutadqubili səadət gətirən elm mənasına gəlir. Əsəri dilimizə tərcümə edən isə Xəlil Rza Ulutürk olmuşdur. Xəlil Rza Ulutürk tərəfindən əsər dilimizə tərcümə olunmuşdur. Diqqətlə beytlərin izahına keçək. Bilirsən qəsdimi, ey ulu alim, elmdən, zəkadan, idrakdan deyib. Qəsd məqsəddir, niyyətdir. Yəni deyir, ey ulu alim, sən mənim niyyətimi, məqsədimi bilirsən, elmdən, zəkadan, idrak, yəni bilikdən danışmaq istəyirəm. Zülmət bir gecədə məşəldir zəka, elmdir nur salan kör qaranlığa. Qaranlıq bir gecədə deyir, zəka bizim üçün bir işıqdır, məşəldir. Kör qaranlığa nur salan elmdir. Elm ilə, idrakla yüksəlir insan, qədir qiymətini elminlə qazan. Elmlə, biliklə deyir insan yüksəlir. Əgər qədir qiymət qazanmaq istəyirsənsə, hörmətli olmaq istəyirsənsə, bunu elminlə qazan. Yad et zəka tacı Nuşirəvanı, necə işıqlatdı əqli cahanı. Yadıva sal deyir bir Nuşirəvanı, zəka tacı Nuşirəvanı deyir yadıva sal. Onun deyir əqli, düşüncəsi, ağlı, kəmalı cahanı necə də işıqlaşdırdı. Saadət gətirdi xaqan millətə, adını həkk etdi əbədiyyətə. Həmin xaqan, yəni Nuşirəvan millətinə saadət gətirdi və adını əbədiyyətə həkk etdi. Unudulmazlığa həkk etdi. Artıq yəni unudulmadı, xalqın yaddaşından silinmədi. Elmdir yaradan qədir qiyməti, savadsız adamın nə mərifəti. Qədir qiyməti, hörməti yaradan elmdir. Savadsız adamda təbii ki, mərifət də ola bilməz deyərəkdən fikir vurğuluyur. Zəkalı kişilər nə bəxtiyarmış. Deməli, əsli də, nəsli də varmış. Zəkalı kişilər, yəni ağıl, elm sahibi olanlar necə də xoşbəxtdirlər. Çünki onların əsli də, nəsli də var ki, yəni bu belə də davam edir, zəka, elm. İdraki olanın necabəti var, idraki olanlar bəylik qazanır. İdraki, elmi, savadı olanların deyir, əsli, necabəti var, necib xasiyyətləri var. Bəylik belə qazanar idraki olanlar, elmi, biliyi olanlar. Üzüb qara yerdən əlini insan, saçdı kainata elm ilə ürfan. Üzüb deyir əlini qara yerdən insan, yəni torpaqdan əlini insan üzüb, bütün kainata öz biliyi ilə, kamalı ilə deməli işıq saçdı. Zəkadan saçılır aləmə şölə, bəylər xalq işini görür əqli ilə. Aləmə şölə saçan yenə də zəkadır, bilikdir, elmdir. Bəylər də xalqın işini məhz ağıl ilə görməlidirlər, görürlər. Dünyada nə qədər gözəl sənət var, idrak sayəsində yaranmış onlar. Təbii ki, sənətlər çoxdur dünyada, gözəl sənətlər çoxdur dünyada, peşələr çoxdur dünyada. Bunların hər biri idrak, bilik, elm sayəsində formalaşıb meydana gəlib. Nə böyük matahdır demə təfəkkür, hələ zərrəsinin hökmü böyükdür. Deyir, demək ki, təfəkkür nədir ki? Təfəkkür qiymətlidir, çox qiymətlidir. Düşüncə tərzi. Təfəkkür nədir? Düşüncəmiz bizim. Hər bir zərrəsinin hökmü böyükdür. Yəni, yaxşı düşünsən, təbii ki, yaxşı işlər formalaşdıra bilərsən.
Elm gül suyuna bənzəyir biraz. Nə elmi, nə ətri gizlətmək olmaz. Gülabı gizlətsən, gələcək ətri, dilə od vuracaq elmin hər sətri. Burada elmi gül suyuna bənzədir, eyni zamanda gülaba bənzədir. Biz bilirik ki, gül suyudur, gülab da ətirli məhsullardır. Yəni onları harada gizlətsən, harada qoysan, o ətir yenə vurur, insanı xoş ətri cəlb eləyir. Elm də deyir belədir. Onun neynəsən də onu, yəni ətrini gizlətmək olmaz da. Harada qoysan elm mütləq özünü biruzə verəcək, göstərəcək. Elm sənin öylə sərvətindir ki, darta çala bilməz bir oğru əyri. Elm elə bir sərvətdir ki, var dövlətdir ki, ümumiyyətlə hər şey tükənər, hər şey bitər, hər şey oğurlanıb gedə bilər. Amma yeganə sərvət elmdir ki, onu heç kim səndən ala bilməz, heç bir oğru əyri səndən darta, çala, oğurlayıb apara bilməz. Müdrik insanlara sər sambal gərək, ay və günəş kimi nur camal gərək. Müdrik insanlara çəki, ağırlıq gərəkdir deyir. Müdrik insan ağır olur. Ay və günəş kimi nurlu bir sima gərək, nurlu simalı olurlar. İnsan xoş qılıqlı, mülayim, mətin, çırağı olmalı mədəniyyətin. İnsan, deməli, burada hər bir insandan təbii söhbət gedir. Xoş qılıqlı, mülayim, mətin olmalılar. Bütün mədəniyyətin çırağı olmalıdırlar. Elm yanında da mülayim, mətin, xoş qılıqlı olmalıdır insan. İnsan zəki gərək iş görə bilsin, elmini ellərə pay verə bilsin. İnsan həm də deyir, ağıllı olmalıdır, ağıllı iş görməyə bacarmalıdır və bu elmi ilə, bu ağlı ilə ellərə də pay verməlidir. Yəni elmini xalqına sərf eləməlidir, belə deyək. Seçsin gərəklini, gərəksizləri, görsün yararlını, yararsızları. Yəni elmli insan nəyin gərəkli olduğunu, nəyin gərəksiz olduğunu həyatında seçə bilər. Yararlını, yararsızı ayırd eləməyi bacarır. Nur ilə zülmətin fərqini bilsin, özünün dərdini, sərini bilsin. Yəni işıqla qaranlığın da fərqini anlayır, eyni zamanda da özünün dərdini, sərini anlayır. Yəni harda əksiyi var, harda artığı var, harda nə etmək lazımdır, bunların hər birini elmli insan bilir. Yetər mətləbinə bu cür adamlar, hər iki dünyada məğrur adamlar. Təbii ki, bu cür insanlar, elmli insanlar qarşılarına qoyduqları məqsədə çata bilərlər. Hər iki dünyada da başları uca olur. İnsana düşməndir qəhri, qəzəbi, daim çılğın yaşar, daim əsəbi. İnsanın deyir, ən böyük düşməni onun qəzəbi, əsəbi, hirsidir. Belə insanlar daim əsəbi olurlar, çılğın yaşayırlar. Bu sözə əməl et, ey üzü nurlu, yaşa ər qürurlu, alim qürurlu. Və müraciət eləyir üzü nurlu insanlara ki, bu sözə əməl eləyin. Yəni əsəbilikdən uzaq olun, əsəbidən, qəzəbdən, yersiz qəzəbdən uzaq olun deyir. Ər qürurlu, alim qürurlu yaşayın deyir. Kişi kimi yaşayın, alim qürurlu yaşayın, bilikli, savadlı yaşayın. Qəhr edən adamlar biliksiz olur, qəzəbin içində zəka boğulur. Kim ki deyir, əsəbidir, hər şeydən əsəbləşir, yersiz yerə əsəbləşir. O insanlar biliksiz olurlar və niyə biliksiz olurlar? Onların biliksiz olmasına səbəb odur ki, o qəzəb o zəkanı boğur, saxlayır. Üzə çıxmağa qoymur, biliyi üzə çıxmağa qoymur. Cəhalət insana düşməndir, düşmən. Alçaqlıq yaranır kindən, qəzəbdən. Cəhalət, nadanlıq, avamlıq insanın ən böyük düşmənidir. Alçaqlıq da məhz o kindən, qəzəbdən yaranır. Kindən, qəzəbdən ümumiyyətlə insanları uzaq olmağa çağırır. Elmli insanlar sözünün əri, sözü ürək hökmü can bərabəri. Elmi olan insanlar sözünün üstündə duran insanlardır. Onların sözü ürək hökmü can bərabərdir. Yəni onlar bir söz verirlərsə, deməli onu mütləq əvvəl-axır yerinə yetirəcəklər. Gəl ey yaxşı insan, yaxşı ol yenə. Yaxşı çıraq tutur öz ölkəsinə. Yaxşı insana müraciət eləyir ki, sən həmişə yaxşı ol. Yəni yamanlıq görmüş olsan belə yenə yaxşı ol. Yamanlığa da belə yaxşılıqla cavab ver. Yaxşı çıraq tutur öz ölkəsinə. Eşit, nə cür olur mətin, mötəbər, xalqa əl uzadan müdrik insanlar. Mənim sözlərimlə deyir bunu eşit ki, sarsılmaz insanlar, mətin insanlar necə formalaşır, xalqa əl uzadan o müdrik insanlar necə formalaşır. Bax deyir bu mətin vasitəsilə onu sənə çatdırdım, bunlara əməl et. Olduqca maraqlı
Mətn nümunəsidir bu Yusif Balasaqulunun Səadət gətirən elm tədqiqi əsəri. Fikrimizi ümumiləşdirsək, deməli, mənim deyir, niyyətimi bilirsən ey ulu alim, ulu alimə müraciət var. Elmdən, zəkadan, bilikdən danışmaq istəyirəm. Zülmət bir gecədə bilik, zəka insana məşəldir, yol göstərəndir. Kor qaranlığa nur salandır elm. İnsanlar deyir, yüksəlmək istəyirlərsə, bunu elm, bilik vasitəsilə etməlidirlər. Qədir qiymətlərini məhz elmlə qazanmalıdırlar. Nuşirəvanı yadımıza salsaq, deyir, onun əqli, onun savadı, düşüncəsi bütün cahanı işıqlaşdırmışdı. Xaqan millətə saadət gətirmişdi, adını əbədiyyətə həkk etdirmişdi. Elmdir qədir qiyməti yaradan, savadsız adamın nə mərifəti ola bilər? Zəkalı kişilər, elmli, savadlı kişilər çox xoşbəxtdir. İnsanlar, yəni burada kişilər insan anlamına gəlir. Deməli, onların əsli də, nəsli də vardır. Biliyi olanların nəcib xasiyyətləri də var. Biliyi olanlar bəylik qazanır. İnsanlar qara yerdən əllərini torpaqdan üzdülər və öz elmləri ilə, kamalları ilə bütün kainata işıq saçmağı bacardılar. Bütün aləmə şölə məhz elm, bilik vasitəsilə saçılır. Bəylər xalqın işini görərkən məhz ağıl ilə görməlidirlər. Dünyada bir-birindən gözəl sənətlər, peşələr çoxdur. Bunların da hər biri məhz elm, bilik, idrak sayəsində formalaşmışdır. Deməli, təfəkkür, düşüncə çox qiymətlidir. Hər bir zərrəsinin hökmü böyükdür. Yəni, yaxşı düşünsən, yaxşı işlər də ərsəyə gətirə bilərsən. Elmi gül suyuna bənzədir, elmi gülaba bənzədir. Yəni, gülab gül suyunu nə qədər gizlətsən də ətri ilə özünü tanıtdığı kimi elmi də gizlətmək mümkün deyil. O mütləq ki, özünü sözün yaxşı mənasına tanıtmağı bacaracaqdır. Elm elə bir sərvətdir ki, onu heç kim səndən darta, çala bilməz. Heç bir oğru səndən oğurlaya bilməz. Müdrik insanlar ümumiyyətlə ağır insanlar olurlar. Onların nur simaları ay və günəş kimi parıldayır. İnsanlar elmlə yanaşı, həm də xoş qılıqlı, mülayim, mətin olmağı bacarmalıdırlar. Öz mədəniyyətin çırağı olmalıdırlar, mədəniyyətli olmalıdırlar. İnsan ağıllı işlər görə bilməyi bacarmalıdır. Eyni zamanda onun o elmi ilə bütün hər kəsə bu elmindən pay verməlidir. Elmli, ağıllı insanlar gərəkli ilə gərəksizi, yararlı ilə yararsız seçməyi bacarırlar. İşıq ilə zülmətin, qaranlığın fərqini bilirlər. Özlərinin dərdlərini, sərini bilirlər. Belə insanlar mütləq ki, deməli, öz məqsədlərinə yetirlər sonda. Hər iki dünyada başları uca olur. İnsanın ən böyük düşməni onun qəzəbidir, kinidir, küdurətidir. Onlar daim əsəbi olurlar, daim çılğın yaşayırlar. Bir şeyə deyir, əməl et ey üzü nurlu, ər qürurlu, alim qürurlu yaşamağa çalış. Qəhirdən, qəzəbdən, kindən, küdurətdən uzaq olmağa çalış. Belə insanlar biliksiz olurlar. Niyə biliksiz olurlar? Çünki o kinin, küdurətin, qəzəbin içərisində zəkaları boğulur, üzə çıxa bilmir. Nadan, avam, cəhalət dolu insanlar, cəhalət ümumiyyətlə nadanlıq, avamlıq insana düşməndir. Kin, küdurət, qəzəb, alçaqlığı formalaşdırır, yaradır. Elmli insanlar sözünün əri olurlar, sözünün üstündə dayanan olurlar. Gəl ey yaxşı insan, yaxşı ol yenə. Yəni, hər kim sənə pislik etmiş olsa belə, sən yenə onlara yaxşılıqla cavab ver. Bax, bütün bu söylədiklərimə əməl et ki, məhz mətin, mötəbər, müdrik insan olmağı bacarasan deyə öz oxucularına məlumat verir. Olduqca mənalı, maraqlı əsər nümunəsidir.